Hər vaxtınız xeyir olsun dostlar, xoş gördünüz kanalımda. Bu günləri Türkiyə Süper Kupasında, Süper Kupada Fenerbahçe Samsunspor oyundayıq. Dünən Galatasaray Trabzonspor qarşısında 4-1 rahat bir qələbə, biraz çətin keçən oyunda, amma genəldə rahat bir qələbə qazandı. 4-1 finala çıxdı. Bu günləri Samsunspor Trabzonspor oyunu var. Qələbə qazanan komanda 6-cı gündə 6-cı gün Türkçə bilmirəm necə deyirlər 6-cı günə. 6-cı gün Galatasarayla final oyunu oynayacaq. İnşallah maraqlı bir oyun olar. Fenerbahçenin də əksikləri var. Fenerbahçedə də çox əksik oyunçular var. Samsunsporda da bəzi əksik oyunçular var. Musamba Samsunspordan getdi Fenerbahçeyə və ilk 11-də başlayır. Fenerbahçedə ilk oyunu öz keçmiş komandasına qarşı, Samsunspora qarşı olacaq. Oyun başlayacaq indi. Maraqlı oyun olsun. Kim yaxşı oynayırsa o da qazansın. Burada deməyəcəm Fenerbahçe uduzsun ya Samsunspor qazansın. Kim yaxşı oynayırsa, kim haqq etsə o da qazansın finala. Galatasaray rəqibi olsun. Fərq eləməz Samsun, Fenerbahçe. Finalda da maraqlı bir oyun olar. Hakimin danışmadığı bir oyun var. Bu günləri Galatasaray dünənki oyuna baxanda bu günləri stadionda doludur demək olar. Stadionda çox adam var. Amma dünənləri Galatasaray oyunda adam yoxdur, azdır. Tamaşaçı çox azdır. Fikrimcə bu günlər yaxşı oyun olacaq. Samsunsporla Fenerbahçenin oyunları da maraqlı keçir. Keçək oyuna dostlar. Oyuna keçməmişdən qabaq kanalıma abunə olun, videolarımı bəyənin. Az qalıb 1000 abunə olmağa. Videolarımın altından şərhlərinizi yazıb, fikirlərinizi bildirsəz daha yaxşı olar. Keçək dostlar oyuna. 1-0. 4-cü dəqiqə Fenerbahçe 1, Samsunspor 0. Fenerbahçe sürətli başladı oyuna. Musamba da yaxşı başladı. Yəni oyuna ilk dəqiqələrdən yaxşı oynadı. Burada offside. Burada var desəm var şeydə. Burada var olmalıdır. Desəm baxılacaq. Mən offside kimi görsəndi. 1-0. Kerem attı. Boş qapıya. Oo! Ederson. Thomasson çox belə səviyyəli zərbə indirmişdi. Desəm burada topu saxladı. Yox, korner. Çox belə qəşəng vurmuşdu ya. 24 dəqiqədir. 24 dəqiqədir Samsunspor yəni oyunda yoxdur. 2 dənə düz pas ata bilmirlər bir-birlərinə. Amma bir dənə təhlükəli zərbə vurdu qapıya, amma qəşəng vurmuşdu. Top ayağına çox belə yaxşı oturdu. Ederson çıxartdı topu. Baxaq. Vurdu Ederson. Amma çörək edirdi top. Amma çıxartdı. Samsunspor 2 pas ata bilmir bir-birinə. Gəldi Musaba qəşəng oynayır. Oyuna vurdu qapıçı. Onur Orkun. Okan. Fenerbahçe oynayır. Samsunspor yoxdur meydanda. 2 dənə pası bir-birlərinə çatdıra bilər. Birini atırlar, ikincini atanda itirirlər topu. Bu oyun yəni belə Fenerbahçe belə oynasa, Samsunsporda belə oynasa 3-4 top var. İlk hissə bitti dostlar. İlk hissə Fenerbahçe 1, Samsunspor 0. İlk hissədə Samsunspor oyunda yoxdur. Bayaq da dediyim kimi 2 pas eləyə bilmirdilər. Birinci pası atırdılar, ikinci pası Fenerbahçe'li aldılar preslə, baskı ilə Fenerbahçe aldı. 2 dənə Fenerbahçe'nin topu direkdən döndü. Fenerbahçe sonlara yaxın daha yaxşı oynadı, amma ikinci qolu ata bilmədi. Samsunspor yenə də çox toplar itirir, dəqiq paslar verə bilmir. Ara pasları gedib çatmır, sağ cinlə, sol cinlə işləmir. Oyunçular bir-birlərini başa düşmürlər. Bir dənə qapıya dəqiq zərbəsi oldu. Onda da çıxartdı, Ederson çıxartdı. Ondan başqa Samsunspor
yəni oyunda bu dəqiqə yoxdur birinci hissəni. Fenerbahçe'də belə çox da yaxşı oynamadı, amma Samsunspor oynaya bilmədiyi üçün Fenerbahçe yaxşı oynadı. İkinci hissədə görə nə olacaq dostlar? Birinci hissə bitdi, ikinci hissədə görə belə davam eləsə Samsunsporun bu cür səhv oyunları, bir-birlərini başa düşməmələri oyunçularını Fenerbahçe daha da qollar vuracaq. Biraz da bacarıqlı olsalar vuracaqlar. Kerem vurdu, 1-0 oldu. Kerem də vurmağına baxmayaraq ki, boş qapıya vurdu. Ondan sonra neçə top bitirdi Kerem Aktürkoğlu. Yəni Kerem əvvəl də xoşum gəlmirdi oyundan, indi də xoşum gəlmir. Kerem yaxşı bir oyunçu deyil mənim fikrimcə. O qədər pula dəyməzdi Kerem. Nəysə onlar özləri bilirlər. Birinci hissə qurtardı, ikinci hissədə görüşərik dostlar. Getdi. Beşən. Ver pasta. Ver solda. Solda boş idi da. Samsunspor təhlükəli gəldi. İkinci hissənin ilk dəqiqələrdir. Sol tərəfdə boş idi. Pas versəydi, bəlkə də pası gedib çatardı orada. Gol da ola bilərdi. Özü vurmaq istədi. Savunmadan qayıtdı. Samsunspor gücdən zərbə. Bırakma da. Bədbəxt. 2-0. 67-ci dəqiqə Fenerbahçe 2, Samsunspor 0. İkinci hissə Samsunspor daha yaxşı başlamışdı. Topla daha çox oynayırdı. Təhlükəli də gəldi. Prosta sonlarda bir şey elə bilmirlər. Son toplarda qapıya bir zərbə vura bilmirlər. Burada da yaxşı gəldilər. Musamba yəni ilk oyunu da Fenerbahçe'də çox yaxşı oynayır. Belə davam eləsə ya sağ cinahda demək olar ki Nene yəni oturacaq yedəkdə. Musamba birinci oyuna yaxşı başladı. Samsunsporda da yaxşı oynayırdı. Fenerbahçe'nin ilk oyunda da yaxşı başladı və bir dənə də asist. John Duran 2-0. Fenerbahçe finalda Galatasaray Fenerbahçe finalı olacaq. Ya bunun Samsunspor bu oyundan 2 dənə top çətin. Dostlar 77-ci dəqiqə, 78-ci dəqiqə Samsunspor 10 nəfərlə qaldı. Samsunsporun oyunçusunun elədiyi hərəkətə görə hakim qırmızı kart verdi. Baxa görə qırmızı kart. Burada topu itirdi. İsmail aldı Kerem'e qarşı Çobud oynadı. Baxaq. Qırmızı. Təmiz qırmızı. Təmiz qırmızı. Qırmızı ya bunun başqa bir adı ola bilməz. Təmiz qırmızı kartdır. Burada Samsunsporun baş məşqçisi etiraz edir, amma təmiz qırmızıdır. Təmiz qırmızıdır. Ya başqa bir yəni söhbət olmaz. Burada ya düzün də danışmaq lazımdır. Təmiz qırmızı. 10 nəfərlə qaldı. 2-0 da geridədir Trabzonspor. Yəni burada təmiz qurtardı. Biraz bəlkə ümidləri vardı. O da bitdi. Finalın adı da ki Galatasaray Fenerbahçe. O da ayın 10'unda. ...3-0. Kırmızı karttan sonra Fenerbahçe daha rahat oldu. Kırmızı karttan bir dakika sonra Fenerbahçe 3. golü vurdu. 3-0 oldu. Bayağı desene cərimə zərbəsi Fenerbahçe vurdu. Həmişə Asensio'nun başında vardı. Kerem vardı. Kerem hər dəfə ona nəsə eləyirdi. Asensio yaxşı ortalaya bilmirdi. Amma bu dəfə çıxdı getdi. Asensio iyi dəfə attı.
3-0. Offside. Offside oldu dostlar. Fenerbahçe'nin 3-cü qolu offside. Offside bir görsənirdi. Prosta mən özüm demədim. Dedim birdən offside olmaz. Sonra səhv çıxaram. Offside. Yani 2-0, 3-0 değil. 2-0 olarak devam edir. Oyunda qurtarmağına, əsas vaxtın qurtarmağına 7 dəqiqə var. Yox, Samsunspor 11 nəfərə onsuz bir oyun oynamırlar. 10 nəfərə də ki neyse. Dostlar bitti oyun. Fenerbahçe 3-0 kazandı. Galatasaray rakibi oldu. Finalın adı Galatasaray Fenerbahçe. Hem final hem de derbi. Türkiye derbisi, İstanbul derbisi. 6. gün ayın 10'unda rahat qələbə qazandı Fenerbahçe. İkinci hissənin biraz əvvəllərində Samsunspor yaxşı oynadı. Topla daha çox oynadı. Təhlükə də yaratdı, amma son zərbələri eləyə bilmədi. Ondan sonra qırmızı kart. Qırmızı kartdan 2-0, sonra qırmızı kartdan sonra ardınca da 3-cü qolu vurdular. O da offside oldu. Fenerbahçe daha rahat oynadı və məncə layiqli qələbə qazandı. Çünki daha yaxşı oynadı Trabzonspordan. Finala çıxdı. Final ayın 10'unda Galatasaray Fenerbahçe böyük oyun olacaq. İnşallah o günü görüşərik. Burada bitirək videomuzu dostlar. Kanalıma abunə olun, videolarımı bəyənin, fikirlərinizi yazın. Yorumlarınızı orada yorumda fikirlərinizi yazın. Abunə olun ki 1000 abunəyə artıq az qalıb. Qoy 1000 abunəyə çatın. Dəstəyiniz lazımdır dostlar. Sağ olun. Başqa videolarda görüşərik.